Gürcüstanda matəm günüdür. Bütün Gürcüstanın Katolikos Patriarxının vəfatı ilə əlaqədar hökumətin qərarı ilə ölkə üzrə inzibati binalarda dövlət bayraqları endirilib. Bayraqlar Prezident sarayında, hökumət administrasiyasında və parlament binalarında, həmçinin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Tbilisi meriyasının binalarında endirilib. Dövlət bayraqları Acara Muxtar Respublikasının hökumətinin və bələdiyyələrinin inzibati binalarında da endirilib. Ölkə üzrə bütün Gürcüstanın Katolikos Patriarxının xatirəsi yad edilir. Qafqaz Tibb Mərkəzinin həyətində və ətraf ərazilərdə də izdiham müşahidə olunurdu. Patriarxın vəfatı barədə məlumat yayıldıqdan sonra möminlər klinikanın qarşısına gələrək şamlar yandırıblar. Onlar 2-ci İlyanın vəfatı ilə bağlı kədərlərini ifadə edib və bütün Gürcüstana başsağlığı veriblər. Bütün Gürcüstanın Katolikos Patriarxının xatirəsi gecə saatlarında Samebada yad edilib. 2-ci İlyanın ruhuna ithaf olunan ehsan mərasimi din xadimləri tərəfindən keçirilib. Samebada möminlərin bir qismi gecə yarısına qədər yanan şamlarla qalıblar. Onlar kədərlərini bildirərək bütün Gürcüstana başsağlığı veriblər. Ruhani şəxslər isə Patriarxın ruhunun rahatlığı üçün möminləri dua etməyə və dini ayinlərdə iştirak etməyə çağırıblar. Ruminiya Pravoslav Kilsəsinin Patriarxı Daniel bütün Gürcüstanın Katolikos Patriarxı 2-ci İlyanın vəfatı ilə bağlı başsağlığı məktubu yayımlayıb. Sevimli qardaşımız bütün Gürcüstanın Katolikos Patriarxı 2-ci İlyanın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. O, müasir pravoslavlığın görkəmli siması və imanını möhkəm qoruyan bir ruhani idi. Hansı ki, həm çətinliklər, həm də yenilənmə dövründə Gürcüstan Pravoslav Kilsəsinə müdrikliklə rəhbərlik edirdi. Ruminiya Pravoslav Kilsəsi din xadimləri və möminlər adından müqəddəs sinod üzvlərinə və bütün Gürcüstan Pravoslav Kilsəsinə başsağlığı veririk. Onun xatirəsi əbədi olsun deyə məktubda qeyd olunub. Gürcüstandakı İsrail səfirliyi də bütün Gürcüstanın Katolikos Patriarxı 2-ci İlyanın vəfatı ilə bağlı başsağlığı verib. O, milli birliyin möhkəmlənməsi, ölkənin mənəvi həyatının dirçəldilməsi və cəmiyyətin birləşdirilməsi ilə sıx bağı olan bir ruhani lider idi. İsrail hökuməti və xalqı adından səfir Valid Abu Haya və Gürcüstandakı İsrail səfirliyi Gürcüstan xalqına və Gürcüstan Pravoslav Kilsəsinə dərin hüzünlə başsağlığı verir deyə bəyanatda bildirilir. Gürcüstan Pravoslav Kilsəsinə və pravoslav möminlərə bu ağır itki ilə bağlı başsağlığı veririk. Bu isə bütün Gürcüstan Müsəlmanları İdarəsinin başsağlığı mətnində qeyd olunub. Bütün Gürcüstanın Katolikos Patriarxı Mtsxeta Tbilisinin baş yepiskoposu, Suxumi Abxaziyanın mitropoliti 2-ci İlyanın vəfatı ilə bağlı dərin kədərimizi bildiririk. Onun uzun illik fəaliyyəti dinlər arası hörmətin, sülhün və ictimai birliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı deyə mətndə vurğulanır.